Pedaqoji fəaliyyəti dayandırmışam. Yaxşını olanda adama hətta zəng açıb deyənlər də var ki, Həfiz mahnını çox gözəl ifa eləmişsən. Konsertə baxdım. Bəziləri də görməzdən gəlir. Adətən yaşlı nümayəndələrin bir çox. Mən zaten uzaqlaşmışam xanəndəlik sferasından. Elə belə quyu qazmalara görə, ona görə mən heç istəmərəm onların yanında olmaq. Bəzi ifalar da var ki, məsələn 50 il bundan qabaq bir müğənni oxuyub, əslində çox bərbad vəziyyətdə oxuyub. Orfoepik səhvlər var, tələffüzdə səhvlər var. Onu bugün mən götürüb səsləndirsəm, mən özümdən misal çəkmirəm. Başqa bir səhv tapıcıydı. Yaxşı bir oxuyan. Tamaşaçı yenə gəldir ki, yox, o sən o kimi oxuya bilməzsən. Sən o kimi oxuya bilməzsən. Sen gelen günden değişti dünyam. Sen beni hoşbext